Bildiğiniz kimi Azərbaycan 2020 Gələcək İnkişaf konsepsiyası artıq ictimai müzakirələrə çıxarılıb və Azərbaycan dövləti bu inkişaf konsepsiyasının çərçivəsində bir sıra mesajları həm yerli, həm də xarici investorlara, eləcə də beynəlxalq təşkilatlara çatdırıb. Əsas mesajlar nədir? Əsas mesajlar ondan ibarətdir ki, Azərbaycan iqtisadi blokda ümumi daxili məhsulu adam başına indiki $7.000 seviyəsindən $13.000 seviyesine çatdıracaq. Qeyri-neft iqtisadiyyatı orta hesabla illik 7%lik inkişaf seviyesini saxlayacaq və konsepsiyanın əhatə elədiyi dövrdə Azərbaycanın adam başına düşən qeyri-neft ixracı $1000 həddinə çatacaqdır. Və bu proqnozlar kifayət qədər ciddidir. Çünki iqtisadi inkişafın həyata keçirən bütün ölkələr adətən 3 tip tələ ilə üzləşirlər. Birinci tip tələ yoxsulluq tələsidir və Azərbaycan bu tələ ilə müstəqilliyin ilk illərində rastlaşdı və sürətlə bu tələdən uzaqlaşdı. Bilirsiniz ki, yoxsulluq 2000-ci ildə 49%-dən hal-hazırda 7,6% seviyesine düşür və hal-hazırda bir sıra ölkələr, o cümlədən Tacikistan və Ermənistan kimi ölkələr hələ də yoxsulluq tələsinin içərisindədirlər. İkinci tələ orta gəlir tələsidir. Azərbaycan bu tələni keçmək üzrədir. Çünki orta gəlir tələsi adətən ümumi daxili məhsul $5-10.000 arası olanda ölkələr bu tələ ilə üzləşirlər və bu inkişaf konsepsiyası Azərbaycanı orta gəlir deməli tələsindən sürətlə uzaqlaşmağa gətirib çıxaracaq. Hansı ki, hələ də bəzi MDB ölkələri, deyək ki, Belarus, Ukrayna, Özbəkistan və digər Gürcüstan hələ də orta gəlir tələsindədir. Və əsas məsələ deməli qarşıdakı illərdə ölkənin iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaqdır. Hal-hazırda Azərbaycanın rəqabət qabiliyyəti deməli Dünya İqtisadi Forumu tərəfindən 46-cı ölkə olaraq qiymətləndirilmişdi və qarşıdakı illərdə Azərbaycanın ilk 30-luğa daxil olması imkanı var və digər bir tərəfdən isə Azərbaycanın ümumi daxili məhsulun həcminə görə dünyanın ilk 50 ən güclü, qüdrətli dövlətinin siyasına daxil olmaq imkanları var bu konsepsiyanın əhatə etdiyi dövrdə. Və niyə biz belə əminliklə danışırıq? Çünki konsepsiya çərçivəsində elan olunan istiqamətlər turizm, informasiya kommunikasiya texnologiyaları, logistika, nəqliyyat və alüminium sənayesinin inkişafı, gəmiqarma sənayesinin inkişafı, kənd təsərrüfatı, ərzaq istehsalı kifayət qədər real reyslər üzərindədir. Mən təkcə bir faktı demək istəyirəm ki, informasiya kommunikasiya texnologiyaları sayəsində Azərbaycanın çox güclü inkişaf potensialı var. Təkcə deməli bu süni peyklər ki var ki, hansı ki biz orbitə deməli buraxmışıq və buraxmağa hazırlaşırıq. 3 süni peykin birgə gəliri təxminən 2-3 milyard dollar arası olacaq və bu 3 süni peykdən Azərbaycan əldə eləyəcəyi gəlir Ermənistanın indiki dövlət büdcəsi ilə müqayisə olunan həddədir və yaxud da ki ondan çoxdur. Digər bir istiqamət şübhəsiz ki, nəqliyyat sahəsinin logistikanın inkişafıdır. Hal-hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi, Bakı-Böyük kəsik deməli dəmir yol xəttinin yenidən qurulması, Heydər Əliyev adına aeroportun, beynəlxalq aeroportun imkanlarının artırılması, Ələtdə yeni dəniz limanının salınması, yeni avtomobil yolları gətirib ona çıxaracaq ki, Azərbaycan həm şimal-cənub, həm də şərq-qərb dəhlizinin üzərində çox ciddi bir transport, nəqliyyat və logistika deməli xabına çevriləcəkdir. Mən turizmlə bağlı onu demək istəyirəm ki, Azərbaycanın turizm sektorunda kifayət qədər böyük imkanları var və ölkəyə indiyə qədər daxil olan turistlərin sayı və dinamikada biz baxsaq görəcəyik ki, əgər bunu ekstrapolyasiya eləsək görəcək ki, bu gələcəkdə bu sayədə biz inkişafı təmin edəcəyik. Azərbaycan bölgədə ilk gəmiqarma zavoduna malik olan bir ölkə olacaq və bütün Xəzər hövzəsinin deməli ehtiyaclarını ödəmək imkanlarına malik olacaqdır. Azərbaycanın ümumi daxili məhsulu 2015-ci ildə bütünlükdə Orta Asiyanın götürülmüş ümumi daxili məhsulundan müqayisə olunan bir həddə gəlib çatacaq və bu onu göstərir ki, Azərbaycan indiki regional liderliyinin dairəsini bir qədər də böyük orbitdə olan regional liderliyinə əvəzləyəcək. Əgər indi Azərbaycan təkcə Cənubi Qafqazın regional lideridirsə, gələcəkdə bu deməli bizim bu deməli Cənubi Qafqazın ətrafındakı radiusun daha da genişlənməsinə gətirib çıxaracaq və mən sizə deyim ki, heç də resursu çox olan ölkələrin hamısı Azərbaycanın yolunu gedə bilmir. Məsələn, İran tutaq ki, Azərbaycana nisbətən 2 dəfə, 3 dəfə çox adam başına düşən neft və qaz ehtiyatlarına malikdir. Amma faktiki olaraq Azərbaycan həm rəqabət qabiliyyətlilik
cədvəlində və həm də ki, BMT-nin İnsan İnkişafı İndeksində İrandan dəfələrlə qabaqdadır və digər regionda olan deməli, neft-qaz ölkələrini ümumiyyətlə bu məsələdən Azərbaycanla müqayisə eləmək olmaz və bu onu göstərir ki, biz neft gəlirlərini qeyri-neft sektorunun xeyrinə çox düzgün olaraq istifadə eləməyə bacarırıq və sürətlə Azərbaycanda neft sektorunun payı aşağı düşür. Təkcə keçən il Azərbaycanda 9,4% neft sektoru azalmışdı və əvəzində qeyri-neft sektoru 9,4% inkişafa malik olmuşdur. Bu ildə həmin tendensiya saxlanılacaq və getdikcə Azərbaycanın qeyri-neft sektoru dominantlığı üzərinə alacaq. 2015-ci ildə Azərbaycanın qeyri-neft sektoru Azərbaycan ümumdaxili məhsulunun 70%-ə qədərini təmin ediləcək və eyni zamanda büdcənin və digər fondların, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun neftdən asılılığı deməli aradan qalxacaqdır. Və ən əsas iqtisadi inkişafda şübhəsiz ki, deməli insan inkişafının əsas bir belə deyək ki, prioritet təşkil ediləcək və ümumiləşdirsək onu deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı insan inkişafına əsaslanan texnologiyanı tətbiq edən və eksport istiqamətli, ixrac istiqamətli, rəqabət qabiliyyətli bir iqtisadiyyata çevrilməyi öz qarşısına məqsəd qoyub. İkinci istiqamət şübhəsiz ki, sosial istiqamət konsepsiyanın çərçivəsində bu günləri Azərbaycan deməli konsepsiyada özü üçün konkret deməli müəyyənləşdirib ki, BMT-nin insan inkişafı hesabatında yüksək insan inkişafı olan ölkələrin qrupunda öz mövqeyini gücləndirsin. Və bunun üçün həyata keçirilən həm bütün sosial infrastruktur layihələri, o cümlədən təhsil sahəsində, səhiyyə sahəsində həyata keçirilən layihələr bizə imkan verəcək ki, biz gələcəkdə insan inkişafını ən yüksək həddə çatdıraq və bu insan inkişafının yüksək həddə çatması hətta Strateji Araşdırmalar Mərkəzinin apardığı tədqiqatlar çərçivəsində də özünün bariz nümunəsini tapıb, bizim son tədqiqatlarda aydın oldu ki, ilk dəfə olaraq Azərbaycanda romb şəkilli cəmiyyət formalaşır və bu rombun ortasında çox böyük bir kütlə orta sinifdir və orta sinif hal-hazırda təkcə Azərbaycan iqtisadiyyatının yox, həm də Azərbaycan cəmiyyətinin əsas aparıcı qüvvəsidir və bizim tədqiqatlarımızı təkcə belə deyək ki, Azərbaycanın daxilindəki ekspertlər yox və həm də dünya beynəlxalq nüfuzlu deməli təşkilatlar da təsdiqləyir. Hətta Asiya İnkişaf Bankının apardığı hesablamalara görə 2030-cu ildə Azərbaycanın orta sinifin artım sürətinə görə Asiyada lider ölkə olması gözlənilir və ən böyük orta sinif belə 2030-cu ilə qədər məhz Azərbaycanda formalaşacaq və orta sinifin belə sürətlə böyüməsi aydın məsələdir ki, gətirib ona çıxaracaq ki, Azərbaycan cəmiyyəti təkcə siyasi cəhətdən sabiti təmin etməyəcək və həm də iqtisadi baxımdan uğurlar təmin olunacaq və deməli dövlət büdcəsinin də və digər dövlət sosial müdafiə fondunun, digər dövlət fondlarının da əsas gəlir mənbəyi məhz deməli orta sinifdən təmin olunmuş gəlirlər olacaq və bütünlükdə mən yekununda onu demək istəyirəm ki, Azərbaycanın 2020 konsepsiyası çərçivəsində yəqin ki, konsepsiyanı əhatə elədiyi dövrün sonunda Avropanın ən azı yəni periferiya ölkələri, deyək ki, məsələn, İtaliyanın, Polşanın səviyyəsində həm insan inkişafını, həm də iqtisadi inkişafı təmin etmiş olacaq və hətta ola bilsin ki, çox böyük ehtimalla biz həmin səviyyəndə keçək.